Baxın, nə deyir Peyğəmbərimiz? Adəm oğlunun hər bir əməli 10 qatından 700 qatına qədər artırılar orucdan başqa. Allah da Qüdsətsə buyurur, oruc mənim üçündür və onun mükafatını özüm verərəm. Çünki o, mənim üçün yeməyini, içməyini, yəni orucu pozan əməlləri tərk edir. Oruçdan üçün 2 sevinç vardır. Biri iftar etdiyi zaman, diğer isə Rəbbi ilə görüşdüyü zaman sevinəcək. Oruç tutanın ağzının qoxusu Allah katında müşk qoxusundan da daha xoşdur. 2 qoxu vardır ki, onun misli bənzəri, bərabəri yoxdur dinimizdə. Birinci, şəhidin qanının qoxusu. Peyğəmbərimiz buyurur ki, şəhid Allah dərgahına qanı axa-axa gələcək. Yəni, şəhidliyi bilinsin, hər kəs görsün bu şəhid olub. Və onun qanından deyir, müşk qoxusu gələcək. Bir də hansı qoxudur? Oruclunun ağzından gələn qoxu. Çünki mədə boş olur, ağızdan qoxu gəlir. O qoxu deyir, Allah dərgahında müşk qoxusundan da daha xoşdur. Ramazan daxil olduqda cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirlənər. Ramazanın ilk gecəsindən artıq. Düşünün, azğın şeytanlar zəncirlənər və bir nida səslənər. Bu da uca Allahın səslənməsi. Ey xeyr istəyən, irəli gəl, irəli çıx. Ey şər istəyən, dayan. Allah hər gecə cəhənnəmdən bəndələrini azad edər. Nə deməkdir? Cəhənnəmdən bəndələrini azad edər. Bax, bunu biz anlasaq, o zaman ibadətdə daha çox, yəni belə şövqlə yerinə yetirərik. O deməkdir ki, cəhənnəmdən azad etmək, kimi azad edibsə, hətta günahları olsa belə, o tövbəsiz dünyadan köçməz. Ahirətdə soru-sualsız, əzabsız cənnətə girəcək. Bu Allahın bir seçimidir.